İllərdir bu cümləni onların dilindən təkrar-təkrar eşidirik. Düşmənlərimiz körpələrin arxasında gizlənir. Biz car çəkərək bu sözlərin yalnız tökülən qanlar üçün bir bəhanə olduğunu deyirdi. Amma bizim səsimiz media səs-küy içində itib batırdı. 7 oktyabr hadisəsi baş verənə qədər artıq gizlətməyə bir şey qalmamışdı. Artıq nə saxta səhnələr var idi, nə də ki, fikirləri aldadan xəbərlər. Yer kiçik və cansız cəsədlərlə dolmuşdu. Bu fəlakəti insan qalxanı iddiası ilə gizlətmək mümkün deyil. Və sonra o gecə gəldi. Həmin gecə ki, İran uşaq qatili olan işğalçılara mükəmməl bir cavab verdi və görüntülər hər şeyi ortaya çıxartdı. Onların müdafiə sistemi mülki əhalinin evlərinin arasından, məhəllə içindən və işıqlı pəncərələrin arxasından atəş açırdı. Və illərdir başqalarına zorla tətbiq etdikləri o ifadə indi onları hədəf almışdı. İnsan qalxanı. Bəli, o gecə dünya əsl həqiqəti gördü. Düşmənimiz xalqının arxasında gizlənmişdi.